Salam, hörmətli izləyicilər. Təəssüf ki, bir çox vətəndaşların pulu olmadığına görə işlər məhkəməyə düşəndə məcbur olurlar. Gedir və ərizə yazdırırlar. Deyir, özümüz məhkəmədən müdafiə edək, vəkil tutmağa pulumuz yoxdur. Amma məsələ burasındadır ki, ərizəni yazdım, yaxşı bir şeydir. Amma ki, işin 90% asılıdır sizin orada çox hərəkətdən və prosedurlardan. Prosedurları bir çox insan bilmədiyinə görə məhkəmədə işi udzur. Məsələ burasıdır ki, hakimə sual vermək olmaz. Sualı qarşı tərəfə necə vermək lazımdır? Qarşı tərəfin hansı sualına cavab vermək lazımdır? Hətta insanlar fikirləşir ki, gələm, belə söz deyəm, belə deyəm. Bəzi sözlər var ki, onu deməyə heç əhəmiyyəti yoxdur, deməkdənsə deməmək daha yaxşıdır. Və yaxud hansı sözləri məhkəmə fikir bildirəcək, hansı sözləri fikir bildirməyəcək, onu vətəndaşlar bilmir. Ona görə də işi udzurlar. 90% yəni ondan asılıdır. Ona görə insanlar gəlir düzgün fikir bildirsin, düzgün suallar versin. Bir sözlə, məhkəməyə qədər hazırlaşmalıdır insan ki, hansı sualları vermək lazımdır, hansı sualları cavab vermək lazımdır, imtina etmək lazımdır, ona hazırlaşmaq lazımdır. İndi mən hüquqşünas Zaur Seyidzadə bu barədə məlumat verəcəm. Videonu bəyənin, qoy hamı bilsin, eyni zamanda YouTube kanalına abunə olun, zəhmət olmasa, hörmətli izləyəcək. Eyni zamanda sizdən xahiş edirəm ki, mən əlil şəxs olduğuma görə, əlil təşkilatın rəhbəri olduğuma görə dünyanın 40 tanınmışam və haqqında kitab hazırlamışam. Həmin kitabı 20 manata satıram. Qoy hamı bilsin. Dəstək olun, dediyim kimi videonu bəyənin. Bəyənin keçək, hörmətli izləyəcək. Mövzudakı nə etmək lazımdır? Birinci növbədə hamı məhkəməyə gedən günü, ilkin məhkəmə baxışına başlayır və hakimin sualına cavab verməyə. Verməyim, deyin ki, hakim mənə vaxt verin, qarşı tərəf mənim məhkəməyə verin, gedin hazırlaşın, ondan sonra gəlib fikir bildirəm. Qanunverici görə sizin imkanınız yoxdur vəkil tutmağa, o halda yaxın qohumlar sizi müdafiə edə bilər. Yəni ki, ata, ana, bacı, qardaş, oğul, qız, arvad, bir-birəm müdafiə edə bilər, nəzərə alın. Bundan əlavə, cavabını bilmədiyi sualını verməyim. Bilin ki, qarşı tərəf sizə nə sual verəcək, ondan sonra cavab verin. Ki, yəni öz-özü işləməyin, belə deyək, hörmətli izləyəcək. Bilmədiyiniz məsələni, yəni orada işıqlandırmayın ki, hakim sizin ərizə qəbul etməyəsin. Ona görə. Əlavə olaraq onu bilin ki, əgər məhkəmə hazırlaşmaq istəyirsinizsə və ya hüquqi məsləhət almaq istəyirsinizsə, eyni zamanda iddia ərizəsi yazdırmaq istəyirsinizsə və digər ərizə yazdırmaq istəyirsinizsə, mənə müraciət edə bilərsiniz. Telefon nömrəm videonun uzaq yerində qeyd olunub YouTube kanalında. Eyni zamanda YouTube kanalının şot bölməsində istənilən videonun üzərində var. Yəni ki, belə deyək, hörmətli izləyəcək. Elə bir suallar var ki, onun cavabını bilin, sonra dediyim kimi verin. Və vətəndaşlar var ki, belə deyək, psixoloji cəhətdən hazırlaşır, deyir, gəlib bu sualı deyəcəm, belə deyəcəm, elə deyəcəm və gəlib belə deyək, məhkəmədə heç nə deyə bilmir. Sıxır. Psixoloji cəhətdən ona hazır olmaq lazımdır. İnsanlar onu bilməlidir. Eyni zamanda onu qeyd edin ki, əgər hakim sizə hansı sual verirsə, bilmirsinizsə, ona cavab verməkdən imtina etmə hüququ var. Yəni, imtina edə bilərsiniz. Nəzərə alın. Və birinci növbədə məhkəməyə verilmiş iş materialları var. Siz də vermişsiniz, qarşı tərəf də verib. Hakim onu işə tikib. Onunla tanış olun. Sonra suallara cavab verin. Hörmətli izləyəcək. Əsas məsələdən biri də budur. Nəzərə alın. Nəzərə alın ki, birinci növbədə iş materiallarına tanış olmaq lazımdır. Bir daha qeyd edirəm, qanunvericiliyə əsasən hakimə sual vermək qadağandır. Amma siz sual verməniz ki, qarşı tərəfə verirsiniz, hakim də məcbur olsun, sizə fikir bildirsin. Bəzi şəxslər deyir ki, hakim mənim məsələmə baxmalıdır. Niyə? Onu izah edin. Belə təsəvvür gətirin də, bilin ki, hakimin qabağına bir tərəf işə hazır edib qoyur ki, bir hazır yeməkdir, bir də qalır hakim onu uçsun. Yəni, ev məlumat verir. Digər tərəfsə, bir ki, hazır yemək vermir, onun yerinə ərzaqları verir, deyir, özün bir şey yeyir. Hakim də onu eləmir, deyir, nəyimə lazım.
Hazır bu bir tərəf öz xeyrinə, istər iddiası olsun, istər cavabdeh olsun, istər zərər çəkmiş olsun, öz xeyrinə var məlumatlar verib, mən də onu əsas götürüm, qərar qəbul edim. Onun nəyinə lazım axtarsın. Sadəcə məlumatı siz verdiniz də məlumatda belə hazır xoya kimi olsun. Yəni hər kim tərəfin məlumatın qəbul edə bilsin, nəzərə alın. Onu da siz eləməlisiniz. Suallarla, sənədlərlə. Bəzi adamlar elə ki, iddia yazdım verdim və yaxud etirazı yazdım verdim, ondan iş bitdi, yox. Əlavə sorğular verməlisiniz, əlavə araşdırmalısınız, əlavə axtarmalısınız, əlavə ekspertləri olmalıdır, əlavə şahid ifadəsi olmalıdır, əlavə video materiallar ola bilər, səs yazıları ola bilər. Nəzərə alın, hörmətli izləyicilər. Yəni bunun hamısını hazırlamaq lazımdır. Yəni belə deyək, məsəl üçün boşanmada bir %100 bilirsiniz ki, hakim gedəcək bir kəlmə soruşur ki, falan kəs boşanmağa razısınız və yaxud yox. Deyəcəksiniz yox, o halda 3 ay vaxt verəcək məsəl üçün. Razıyam, mediasiya sazişi var deyəcək, onda tez boşuyam. Bu yəni %100 o işdir, hörmətli izləyicilər, nəzərə alın. Bir də var %100 olmayan işlər. Vəsaidir, əmlakın bölgüsüdür, təzminatın ödənməsidir və digər işlər ki, hansı ki %100'dir, onu araşdırmağa ehtiyac var. Ona görə təqdimatı düz verməlisiniz, hörmətli izləyicilər. Sizdən çox şey asılıdır. Bilirəm, başa düşürəm, imkan yoxdur vəkil tutmağa. Görürsünüz, hansısa ərizə yazdırırsınız, hansısa hüquqşünas, məsəl üçün mənim kimi ərizə yazıb verirsinizsə, aparıb verirsiniz məhkəmə. Amma hazırlaşmaq lazımdır. Sualları bilmək lazımdır. Mən məsəl üçün həmişə öz klientlərimi ərizə yazmayla əlavə hazırlaşdıran, sualları verən, suallara cavabları verən, hakimin, qarşı tərəfin vəkilinin ağlına gələn sualları hazır edən ki, bu suallara cavab ol. Yəni cavab verməyə hazır ol. Onu qeyd edirəm. Hörmətli izləyicilər. Eyni zamanda mənim belə hazırladığım insan qarşı tərəf hansı sualları verməlidir, onu hazır edirəm ki, sən bu sualları ver. Və hansı hallarda etiraz eləməlidir, hansı hallarda razılaşmalıdır, onu da bildirirəm, hörmətli izləyicilər. Yəni əsas məsələdən biri odur. Ərizə belə bir şeydir, ərizə də 2 vərəq yazdım, qutardı getdi. Amma 90% dediyim kimi, orada danışıqdan, orada əlavə sübutlardan, əlavə faktlardan asılıdır. Şahidi ifadələrini asılıdır. Şahidi hazırlanmaqdan asılıdır. Yəni siz əvvəlcədən şahidlə görüşüb hazır edə bilərsiniz. Digər şəxsləri ekspert təyin edilməsi barədə yəni vəsatət qaldıra bilərsiniz. Müxtəlif yəni işlər var, hörmətli izləyicilər. Yəni sonunda bir daha xatırladım. Mənim telefon nömrəm videonun izahı yerində YouTube kanalına qeyd olunub. Eyni zamanda YouTube kanalında şotbamızda istənilən videonun üzərində var. Hörmətli izləyicilər, sizdən də xahiş edən ki, videonu bəyənin, qoy daha çox bir şəxs bilsin. Dəstək üçün də kanala iyanə edə bilərsiniz. Diqqətinizə görə sağ olun. Sağ olun.